Salam əziz dostlar, vaxtınız xeyirli olsun. İndi biz sizlə dövlət dili olan, Azərbaycan dili dövlət dili olan bugünkü imtahanın qrammatika suallarına baxacağıq. Hansı variantda yalnız çoxaltma dərəcəsində olan sifətlər var? Tərtəmiz çoxaltma dərəcəsindədir. Sarışın azaltma dərəcəsində olduğuna görə A variantı gedir. Xırdaca çoxaltmadır, yup-yumru çoxaltmadır, yamyaşıl çoxaltmadır. Bəli, cavab B variantı. Digərlərinə baxaq. Şirin təhər azaltmadır. Açıq göy azaltmadır. Tünd qırmızı amma ağ təhər azaltmadır. Ona görə cavabımız B variantı. Hansı cümlədə əks mənalı antonim sözlər işlənir? Toxun acdan xəbəri olmaz. Bəli, tox və ac. İkisi də sifətdir. Necə sualına cavab verir? İsimləşmiş sifət. Doğru cavabımız A variantı. Digərlərinə baxaq. Gəlin. Nənə uşağın ağ, incə əllərini öpdü. Burada ağın antonimi nə olmalıdır? Qara olmalıydı. Qara yoxdur deyər. Getdi. Qara, boz buludlar. Xeyr, burada qara, boz yox. Nə olmalıydı? Ağ olmalıydı. Olmadı. İşıq birdən-birə zəiflədi və söndü. Baxın, burada zəiflədi və söndü antonim deyil. Yəni, yandı və söndü olmalıydı. Antonim olsaydı. Divar rahat və yumuşaq idi. Bu isə necədir? Sinonimdir. Antonim deyil. Ona görə doğru cavabımız A variantı. 7. Həqiqətən doğru sözü zarafatla deyərlər cümləsində hansı söz suala cavab vermir? Uşaqlar, baxın, fikir verirsə, həqiqətən sözündən sonra vergül işarəsi qoyduğu üçün bu modal sözdür və sintaktik cəhətdən ara sözdür. Ara sözlər cümlədə sintaktik təhlil olunmur və suala cavab vermir. Cavab A variantıdır. Gəlin sintaktik təhlil edək. Deyərlər xəbər, nə edərlər? Necə deyərlər? Zarafatla deyərlər. Nəyi deyərlər? Sözü. Hansı sözü? Doğru söz. Demək, doğru sifət suala cavab verdi. Hansı sualına? Zarafatla nə tərsə sualına cavab verdi? Deyərlər, nə edərlər sualına cavab verdi? Sözü, nəyi sualına cavab verdi? 8. Hansı tabesiz mürəkkəb cümlədə bir fikir digər fikri qarşılaşdırılır? Yəni, bu nə demək uşaqlar? Qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlə. Tabesiz mürəkkəb cümlə. Yəni, bir-birinə zidd olan cümlələri tapacaq. Gəlin, baxaq. Müğənni həzin bir mahnı oxudu. Hamı onun səsinə heyran qaldı. Burada eyni zamandadır. Burada zaman var. Burada zaman əlaqəli tabesiz mürəkkəb cümlədir. Güclü qar yağdı. Xınalığa gedən yol bağlandı. Bu səbəb nəticə əlaqəli tabesiz mürəkkəb cümlədir. Şagird bunu səhv yazıb. Uşaqlar gah dənizdə çimir, gah da isti qumda Uşaqlar gah dənizdə çimirdi, gah da biz onları isti qumda bastırırdıq. Burada eyni zamanda baş verdiyinə görə zaman əlaqəli tabesiz mürəkkəb cümlədir. Küçədən qışqırıq səsi gəldi. Heç kim əhəmiyyət vermədi. Bəli, bu qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlədir. Çünki səs gəlir, heç kim danışmır, heç kim reaksiya vermir. Olacaq D variantı. Dünya bir pəncərədir, hər gələn baxar gedər. Bu da aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlədir. Dünyanın pəncərə olduğuna gəlib baxan, hər gələnin baxdığını izah edir. Cavab olacaq D variantı. Növbəti sualımıza baxaq. Növbəti sualımız 9-cu sualdır. 9-cu sual deyir ki, harada frazeoloji birləşmə işlənməyib? Nə deyir? Frazeoloji birləşmə işlənməyib. Nərmin işi vaxtında bitirəcəyini söz verir. Baxın, burada söz vermək frazeoloji birləşmədir. Burada işlənib. Anar bu məsələdə dostlarına bel bağlayırdı. Bel bağlayırdı, inanmaq mənasındadır. İnandı. Frazeoloji birləşmə işlənib. Düşərgəyə gedən dəstə axşamüstü yola düşdü. Yəni, getdi mənasındadır. Burada frazeoloji birləşmə işlənib. Kərim gecikdiyi üçün anasının ona acığı tutdu. Əsəbiləşdi mənasındadır. Əsəbləşmək, bəli, burada da nədir? Frazeoloji birləşmədir. Doğma şəhərin günü-gündən abadlaşır. Bu da gözəlləşmək mənasındadır və həqiqi mənadadır. Frazeoloji birləşmə işləmir. Hansı sözün tələffüzü fərqlənir? Baxın, olacaq saqqal, olacaq tapbıltı, olacaq səyyah, heç nə fərqlənmədi. Olacaq əlbəttə
olacaq 8. Və çox sadə bir sualı bu uşaq nə yazıb? Səhv yazıb. Yəni tələffüzü dəyişməyən sözü soruşur və cavab olacaq burada nə? C variantı. Bu sualı necə yazıb? Səhv yazıb. Verilmiş cümlədə hansı sözlər isimdir? Bu armudu stəkanla gümüş qaşıq mənimdir. Bax, mənimdir əvəzlik. Qaşıq isim. Gümüş isim. Orada gümüşü demir, gümüş deyir. Stəkan isim. Armudu, burada sifətdir uşaqlar. Armuddan armudu. Bu da əvəzlik. Deməli, 1, 2, çıxırıq. 3, 4, 5. 6-nı da çıxırıq uşaqlar. Niyə? Əvəzlik. Cavab E variantı. Cavab nə variantıdır? E variantı. Bu da sadə sualı. Bu uşaq nə yazıb? Səhv yazıb. Nəysə. Sonra görüşərik oyuna. Cümlələrin birində feil əmr şəklindədir. Dərslərini vaxtında yazmalısan, hazırlamalısan, malı-məli var. Vacib şəkil. Təki həmişə belə yaxşı oxuya. Baxın, təki sözü var. Oxuya, A-ədir, arzu şəkil. Bu siyahıdakı ərzaqlar alınasıdır. Almaqdan alın, alınasıdır. Lazım şəkil. Deyəcəklər, hekayəni bir daha diqqətlə oxuyun. Oxuyun, siz oxuyun, əmr şəkli. Gecədən yağan yağış səhər kəsdi. Bu da xəbər şəkli. Ona görə cavabımız D variantı. Doğru. Feili birləşmələri seçin. Yaralanmış quş. Burada feili birləşmə yoxdur. Feili birləşmə sadəcə feili sifət var. Yaradan, yarala, yaralanmış. Əslində burada yarmaqdan, yara, yaradan, yarala, yaralanmış. Burada sadəcə düzəltmə feili sifət var. Feili birləşmə yox. Çiçəklər açılandı. Bəli. Feili sifət olmaq üçün nə olmalıdır uşaqlar? İkinci tərəfdə olmalıdır feilin təsriflənməyən forması olmalıdır. Bəli, ikinci cümlədə feilin təsriflənməyən forması var. Açmaqdan, açıl, anda, əndə, feili bağlama. İkini götürürük. Təzə geyim, burada ismi birləşmədir. Uzun dəhliz, ismi birləşmədir. Bəli, oxumaq, məqməslər var, kitab oxumaq. 5. Yarpaqlar töküldükcə, töküldükcə feili birləşmədi. 6. 1, 5, 6. Cavabımız C variantıdır. 14. Qrammatik normaya uyğun cümlə qurun. Göydəki yayılmışdı səsi quşların çöl ətrafa. Göydəki çöl quşlarının səsi ətrafa yayılmışdı. Bəli. Göydəki çöl quşlarının göydəki 1, çöl quşlarının 5, 4, səsi 3, ətrafa 6, yayılmışdı 2. Bəli, cavab D variantı. Doğrudur. Baxaq görək sual qaldı mı? Sual qalmadı. Yəqin ki, burada neçə dənə sual var idi? Deməli 5, 14, 10 dənə sual idi. Bəli, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə sual idi. Bəli, 10 dənə qrammatik sual.